başqalarının həyatına baxır və özünü əksik hiss edir. Niyə? Sən o qədərmi əksiksən? Sən o qədərmi sənin dəyərli bir şeyin yoxdur və yaxud da heç bir potensialın yoxdur ki, sən özünü əksik hiss edirsən. Niyə ki? Həyat bir yarış deyil ki. Hər kəsin öz həyat yolu var. Sən düşünə bilərsən ki, o səndən 2 addım öndədir. Sən elə başa düşə bilərsən. Amma hər kəsin öz yolu var. Sən başqa bir şeydə, sənin başqa bir missiyan var, onun başqa bir missiyası var. Mən tapmalıyam mənim həyatım. Mən başqa bir şey bacara bilərəm, o başqa bir şey bacara bilər. Sən bunun fərqinə varmısanmı? Bir özünə bax. Hətta bir çox insanlar bunun biraz qısqanclığa, həsədə gətirib çıxardı. Bu da təbii ki, özündə olan əksiklikdir. Əksinə sən bir başqasının uğruna sevinməlisən. Nə qədər bir başqasının uğruna, onun yaxşı yaşam tərzinə və yaxud da ki, ona xoş gələn bir şeyə nə qədər çox sevinsən, bir o qədər də sənin həyatında xoş şeylər olar. Çünki yaxşı niyyət, başqalarına yaxşı niyyətlə etdiyimiz şey həmişə öz həyatımızda təzahür edər. Yansımadır zaten. Hər şeyin yansımasını biz öz həyatımıza çəkirik.